Fatimənin balalarına Əli demişdi ki, ucadan ağlamayın. Odur ki, deyik, qayıtdı evə, gördü ki, oturublar hərəsi otağın bir küncündə, paltarların ətəyi ilə ağızlarını tuturlar, yavaş ağlasınlar anaları Fatiməyə. Hərəsi otağın bir küncündə, bir yığdı başını onları, birini sakitləşdirir, o biri ağlayır, birini sakitləşdirir, o biri ağlayır. Belə yerdə çətinlik qızın üstünə düşür. Dedi, Zeynəb, gəl, otur, anovu oxşa, qız anasını necə oxşayar? Sən ağla, biz səsimizi sənin səsvə qoşaq. Bunu şair əlavə eləyib, deyir, dedi, amma qızım, ürəkdəki sözünün hamısını deməm. Saxla biraz da qardaşının Kərbəlasına. Hələ çətin günlər qabaqdadır Zeynəb. Hələ itirəcəyin şeylər qabaqdadır.